Rənglər dünyası. Hörmətli dinləyicilər, unudulmaz xalq şairi Rəsul Rzanın Rənglər silsiləsi şeirlərinə həsr olunmuş verilişimizə qulaq asın. Əməkdaşımız Rəhman Babaxanlı mikrofon qarşısındadır. 1965-ci il idi. Dözüm şeirlər kitabı təzəcə çapdan çıxmışdı. Biz Dözüm kitabındakı şair çağrışından tanıdıq əsl Rəsul Rzanı, əsl şeiri. Füzulini də Rəsul Rza dözümündən tanıdıq, Nazim Hikməti də və dünya ədəbiyyatını da. Bayatılarımızdakı, nağıllarımızdakı söz də birdən-birə deyildi, elə bir sözün rəngi ruhu üstünə gəldi. Dili ali məclislərdən qovulan millətlər, xalqlar deyən Rəsul Rza rənglər silsiləsi ilə sözü sürgündən qaytardı. Axı biz 50-ci illərin uşaqları şən və gülşən sözlərinə məhkum olunmuş uşaqlar idik. Və əsl Rəsul Rzanı tanıyar-tanımaz dedik ki, bu adam Qurdirəyev 60-cı illərin əvvəllərində Sovetlərin qılıncının dalının da, qabağının da kəsə-kəsində kim Bəhlul Danəndəni, Kefli İskəndəri dada çağıra bilərdi. Çox sonralar bildik ki, Rəsul Rzanın bu şair çağrışından başlanıb yeni Azərbaycan şeiri, həm keçmişə, həm də gələcəyə sədaqətdən yoğrulan ustad çağrışından Azərbaycan poetik düşüncə tərzinin keçmişi və gələcəyi beləcə yol yoldaşı oldular Rəsul Rza şeirində. Yol, qatar, minənlər var, düşənlər var. Kimi gülə-gülə minir, gülə-gülə düşür. Kimi kədərli, qayğılı, iskələlər keçir, duracaqlar ötüşür. Qurtarmaq bilmir qatarın yolu. Gündüzü var, gecəsi var, hələ gülə-gülə minəcək, kədərlə düşəcək, neçəsi var. Nə mən bilirəm harda düşəcəyəm, nə qatardakılar bilir. Bəlkə heç qatar dayanmır, düşənə ilə gəlir, minənə ilə gəlir, bəlkə mənə ilə gəlir. Gedir qatar, çay içirəm, çörək yeyirəm, düşünürəm, şeir yazıram. Mən bu uzun yolda getməyə, ən yaxın duracaqda düşməyə də hazıram. Ancaq bu şeirimi qutarım, bir yenisini başlayım, bir də nə yol qutarır, nə arzular, yeni iskələlər, duracaqlar ötüşür, kimsə minir, kimsə düşür. Və bu yoldaşlığın ən gözəl yetirmələrindən biri Rəsul Rzanın Rənglər silsiləsi oldu. Rəsul Rza özü ağır adam idi. Dağdan ağır kişi idi. Şeirləri də ağır şeirlərdi. Ağır ellərimiz, ağır yığınaqlarımız kimi, ağır oturub batman gələn dədələrimiz, babalarımız kimi. Rəsul Rzanın bir şeiri bir roman ağırlığındadır. Ağ, qara, sarı, yaşıl, qırmızı. Hərəsi bir sınaqla bağlıdır. Biri həsrətimizi xatırladır, biri dərdimizi, biri arzumuzu. Hərəsində bir məna arayıb, bir səbəb görən var. Kim bilir? Kim sınamış, kim bunu ilk dəfə demiş? Qara matəm, qırmızı bayram, sarı nifrət rəmziymiş. Kim bilir keyfinin nə vaxtında kim olmuş rəngləri belə damğalayıb, belə ayıran? Qırmızı qan da ola bilər, bahalı üzük qaşı da, göz yaşı da. Qara matəm rəmzi də ola bilər, məhəbbət rəmzi də, nifrət rəmzi də. Ağ, gözümüzü nurdan sala bilər, çiçək-çiçək bəziyə bilər süfrəmizi də. Biri yaşıl görür yarpağı, biri qırmızı. Ancaq yarpaq öz rəngində qalır, yaşıl olur, qızarır, saralır. Rənglər könlümüzdən keçir isti, sərin küləklər kimi.
Nəğmələr, sözlər, səslər qəlbimizə dolur müxtəlif rənglər kimi. Rənglər xatirələr oyadır, duyğular oyadır. Gördüyümüzdən artıq görmək istəməsək, hər rəng adicə boyadır. Rənglərin də musiqi kimi ahəngi var. Ağrının, sevincin, ümidin də rəngi var. Düşündükcə açılır əlvan səhifələri rənglərin. Canlanır gözümüzdə rəngi ömrün, mübarizənin, qəlbin, nifrətin, gecənin, səhərin və insan taleyinin. Təbiətdə 7 rəng var. Qövsü-Qüzehin, Fatma Ananın rəngləri. Qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy və bənövşəyi rənglər. Gecənin qaranlığı söhb tezdən bir ağ işıqla yarılır. 7 rəngin 7-si də bu ağ işığın içindədir. Ağ bu rənglərin cəmidir, qara bu rənglərin yoxluğu. Ağ rəng. Yuxulu körpənin təbəssümü, ümid, təmənnasız yaxşılıq. Sizdə xərçəng yoxdur sözlərinin deyildiyi dəqiqə. İnsan səadətinə səbəb olan hər şey, hətta təsəlli üçün deyilmiş yalan, bir də insan ülfəti. Ağ rəngin məhəbbət çaları, ömrün mənası, qəlbin aynası, bahası və satın meydanı olmayan var. Tək bir qəlbin qapısına düşən açar, anlayan, duyan insan. Dünya doğrudan da elə Rəsul müəllimin dediyi kimi adicə bir boyadır, gördüyümüzdən artıq görmək istəməsək. 20-ci yüzilin böyük memarı Le Corbusier'in bir sözü var. Ən çətini baxdığın şeyi görməkdir. Rəsul müəllimin rənglər silsiləsi bizə baxdığımızı görməyi və gördüyümüzdən artıq görməyi öyrədir. Oğul istəyir ki, gördüyündən artıq görməyi bacarasan. Gördüyündən artıq görməyi bacaran oğullardan biri də yazıcı Vaqif Əlixanlıdır. Deyir, zər qədini zərgər bilər. Söz qədini zərgər dəqiqliyi ilə bilən dinləyicilərimiz çox deyilsə, az da deyil. Umarıq ki, onlar yazıcı Vaqif Əlixanlının radio və televiziyadan rənglər haqqında zaman-zaman açdığı dürlü-dürlü söhbətləri hələ ki unutmazlar. Vaqif bəy, Rəsulza və onun rənglər dünyası haqqında sizin ürək sözünüzü eşitməyə bugün daha çox ehtiyac var. Söz sizindir, Vaqif bəy. Deməli, Rəsulza rəhmətliyi, deməli ki, mən demək olar ki, onunla nə kəlmə kəsmişəm sağlığında, nə onunla görüşmüşəm. Yəni, mənə bir yaxşılığı da, yamanlığı da keçməyib. Ələmçiliklə məşğul olandan bəri həmişə Rəsulzanın nəfəsi, Rəsulzanın o yaradıcılıq üslubu, Rəsulzanın sözü, onun qiyməti, onun həmişə deməli ki, o elə bir ki, adamın yəni əli qələm tutanda başının üstündə olub. Mən bunu gəlişi gözəl söz xətrinə demirəm, mən bunu nətər deyirlər o, bayağı da danışdığımız kimi o səmimiyyətlə deyirəm.
Rənglərə gəlincə isə rənglər silsiləsinə mən çoxdan oxumuşam onu çox diqqətlə. Rəsulzanın rənglər silsiləsi o vaxt belə və indi belə mən elə gəlir ki, o haradasa Azərbaycanda impressionizmin bir təzahürüdür. İmpressionizmin bəlkə də Avropada yazılsaydı bu, ta ki Parisdə yazılsaydı bu, bəlkə də bu impressionizmin manifesti idi. Və impressionist sərgilərin, tutaq ki, Cézanne'ın, Van Gogh'un, Degas'ın, Monet'in o tablolarının arasında bu şeirlər, bu deməli ki, bu misralar, Rəsulzanın misraları yerləşdirilməyə layiqdir. Nə gözəl. Rəsulzanın rəngləri tərtəmiz impressionist bir əsərdir. Yəni ki, bu rəngi, bu qaranı da, ağı da, nə bilim, püsteyini də, mixəyini də mən belə görürəm. Mən belə görürəm və belə də yazıram. Və yəni bunun izahını da yalnız və yalnız o rəhmətlik verə bilərdi. Niyə? Məhz tutaq ki, bu rəngi bu cür görür. Bu rəngi bu cür. Amma bununla belə rənglər çox qəribə şeydə Rəsulzanın ümumiyyətlə yaradıcılığında, onun poeziyasında, onun hətta jurnalistikasında, onun tənqidi yazılarında, onun ədəbiyyatşünaslığa dair məqalələrində də hamısında elə bil ki, dərd var. Və bu dərd elə bil ki, bir şüşə kimi, bir kuzə kimi, nə bilim, saxsı kuzə kimi o çiliklənib və bütün onun yaradıcılığına səpələnib. Və bu rənglərdə də bu dərdin işartıları, əgər demək mümkünsə dərdin işartıları, o şüşə işartıları, o nə bilim, buz işartıları mı, ya qara mı, ya yəni dərdi mən burada şüşə kimi görürəm. Bəli. Və bunları hiss edirsən, bunları görürsən. Və bu Azərbaycan çox qəribə şeydir ki, rənglər silsiləsində Azərbaycanın elə bir dərdi yoxdur, hətta bugünü də qatmaqla. Bugünü də qatmaqla, belə bizim o Qarabağ dərdimizi də qatmaqla, o dərdlərin, o zadı nətər deyirlər, o öngörümü var. Bir şey, madəm ki, rənglər, yenə edirəm ki, ona ən yaxşı komentarini, ən yaxşı izahı rəhmətli Rəsulzanın özü, şairin özü verə bilərdi. Amma fürsətdən istifadə edib mən ümumiyyətlə Rəsul Rza şəxsiyyəti barədə. Bəli. Azərbaycan mədəniyyətində, Azərbaycan ictimai fikrində, mən bayaq dediyim kimi Rəsul Rza mənim kəlmə kəsmədiyim, yəni sağlığında kəlmə kəsmədiyim, demək olar ki, tanımamışam. Amma bununla belə, mənə belə gəlir ki, Üzeyir Hacıbəyovdan sonra Azərbaycan mədəniyyətində ən bütöv şəxsiyyətlərdən biridir. Ən bütöv şəxsiyyətin və Azərbaycan mədəniyyətinə təsir edən, onun inkişafına, onun irəliləyişinə, onun nətər deyim, o tanınmasına xidmət edən şəxsiyyətlərdən biri olur. Rəsulzanın yaradıcılığında, istər onun yazılarında, məqalələrində onun dil qarşısında xidmətləri, Azərbaycan dilinin saflığı uğrunda xidmətləri. Mən elə gəlir, ikinci 20-ci əsrdə, nə bilim, Azərbaycan ədəbiyyatında ikinci, bəlkə də, mən bilmirəm, bəlkə də var, ola bilsin ki, mən bəlkə də hissə qaplıram, amma ikinci bir şəxsiyyət tapı olmaz ki, o Azərbaycan dilinin saflığı uğrunda belə bir, nətər deyil, ardıcıl mübarizə aparsın. Mən deyərdim ki, hətta, tutaq ki, bu baxımdan Cəfər Cabbarlıdan, Müşfiqdən sonra çox böyük yer tutur. Vaxtı ilə, süngü ilə, onun o təzə gətirdiyi sözləri, o Azərbaycan dilinin kökü üstündə qurub gətirdiyi sözləri, süngü ilə qarşılığında indi bu onları çox böyük məmnuniyyətlə işlədirik. Çox böyük məmnuniyyətlə. Rəsulzanın Azərbaycan mədəniyyəti qarşısında xidmətləri, istər kino, Arşınmallan onun vaxtında çəkilir. Bəli. Rəsulzanın Azərbaycan elminin inkişafında xidmətləri, Azərbaycan Sovet ensiklopediyası deyək də, Azərbaycan Sovet ensiklopediyasının yaradıcılarından, onun özünün quranlardan biridir. Və bu özünü, siz onu bilirsiniz yəqin ki, Azərbaycan ensiklopediyasının o birinci cildi yığışdırıldı onun. Güya millətçi bir cild kimi. Bəli. Millətçi yox, bizdə millətçi olmayıb, aydın şeydir. Sadəcə olaraq doğruçu bir cild kimi. Bəli. Sadəcə olaraq bizdən bunu gözləməyiblər illərlə. Biz həmişə baş aşağı olmuşuq və birdən-birə Rəsul Rza mübarizə aparanda,
Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan mədəniyyəti, ümumiyyətlə şəxsiyyətləri barədə mübarizə aparanda bunlar gözləmirdilər və buna görə də bir millətçi damğası. Halbuki doğruçuluq, bəli. Rəsulza həqiqəti o dövrə böyük bir üsyanıdır. Rəsulzanı bugün oxuyanda da, Rəsulzanın məqalələrini oxuyanda da, Rəsulzanın yazılarını oxuyanda da çox qəribə şeydir. Mənim o mütəfəkkir şair Bəli. kəlməsi məhz Rəsulzaya yaraşır. Gümüşü, yaraqların yararsızlığı, dəbdən düşmüş kişi bığı, bizə ilkin əlifba öyrədən müəllimin zaman arxasında qalmış surəti, köpüklü ləpələr, baba, nənə haqqında xatirələr, dumanlarda oynayan səhər, Şeyx Şamil və onun toqqasından asılmış, qəbzəsi dua yazılı xəncər, küləyə qərq olmuş qovaq yarpaqlarının gizlənpaç oynaması, gəlin aynası, qan tərin yorğunluğun yuxsuz gecələrin bahası, şimallı budaqların soyuq üstü, yorğun bir yolçuya qüvvət verən uzaq tüstü, qızılın kiçik qardaşı, insanın bəlalı başı. Püstəyi, yaz başında dəniz, yuxudan kal oyanmış bahar, ehtirasla açılmış dodaqlar, qəzəllər, gözəllər, insan baxışı, salxım söyüd budaqlarında ilk yarpaqların naxışı, ala gözlərdə, kədər, gənclik düşüncələrindən səhifələr. Mavi, dalğasız dəniz, istirabsız məhəbbət, səmanın dərinliyi, deqanın rəqqasələri, körpə bir rəssamın çəkdiyi günəş, gözlərin dincliyi, insan düşüncələri, buz adaları arasında su küçələri. Xurmayı, səhrada dəvə kərvanı, babamın zər naxışlı Quranı, müstəmləkələr, mübarizələrin sönməyən alovu, torpağı yandırıb qovuran hərarət, təsəllisiz dərd, ağır salxımlarını yaşıl yarpaqlar arasına alan, ucaldıqca ucalan, fil xortumu ağacların kədəri çökmüş üzlər, gözlər, gözlər. Narıncı, min bir gecə nağılları, qürub qarı, Xorasan kürkü, nəfəs darıxdıran bürkü, bir aylıq balası kəsilmiş, bir inəyin mələməsi, məstan pişiyin nazlanıb sultaq eləməsi, sevimli qadının xəyaldan keçən kölgəsi, səfəri mümkünsüz xatirələr ölkəsi. Rəsulza filosof şairidir. Rəhlər silsiləsi Azərbaycan fəlsəfi lirikasının şahesərlərindəndir. Elə buna görə də Rəsulza həm də gözəl sevgi şairidir. Sevimli qadının xəyaldan keçən kölgəsi haqqında Azərbaycan şeirinin ən gözəl sevgi şairlərindən olan
Vaqif Səmədoğlu bugün nə deyə bilər? Söz sizindir, Vaqif bəy. Əlbəttə ki, bu şair ömrünü, şair taleyini ədəbi formalara, janrlara bənzətmək öz-özlüyündə çox maraqlıdır. Verilişin əvvəlində sən də dedin bu haqda. Mən də şair ömrü var ki, çox gözəl bir şeirə bənzəyir. Şair ömrü var ki, möhtəşəm bir poemaya bənzəyir. İstəyir lirik olsun, istəyir dramatik poema. Şair ömrü var ki, şübhəsiz səhnə əsərinə bənzəyir. Parlaq bir faciəyə və yaxud tragikomik bir insan taleyinin açılışına. Mən Rəsul Rza, sizin də söhbətinizdə o var idi, Rəhman. Rəsul Rza taleyini, Rəsul Rza varlığını, ümumiyyətlə Rəsul Rza məfhumunu mən əlbəttə ki, romana bənzədərdim. Və bitməmiş, indiyə qədər hələ yazılan, son nöqtəsi qoyulmamış romana. Yanılmıramsa anar, yanılmıram. Rəsul Rzanın oğlu, Rəsul Rzanın deməli taleyini marafon mənzilinə qaçan idmançının taleyinə bənzətmişdi. O demişdi ki, bir sprinterlər var, yəni 100 metrə qaçırlar. 200 metrə, 400, 800 metrə, bunlar hamısı deməli stadionda baş verir. Hətta stayer qaçışları da, yəni 5000 metrə, 10.000 metrə, bu da stadionda, yəni cəmaatın gözü qabağında. Ancaq marafonçu startı götürür stadionda, sonra stadiondan çıxır və 42 kilometr 100 metrə. Və bu 42 kilometr nə qədər də bunu deməli oturub gözləmək olur və bu necə qaçırsa bunu tamaşaçı görmür. Və o mənada əlbəttə ki, Rəsul Rza romandır. Nöqtəsi qoyulmuyor. Allah ona qəni-qəni rəhmət eləsin. Onun o İskəndərə müraciətində Bəhluldanən deyə bir misrası var idi ki, yamandır anlamaq dərdi. Mən onun sözünə qüvvət olaraq deyərdim ki, anlanmamaq dərdi ondan da böyük dərdi. 1000 illik Azərbaycan ədəbiyyat tarixində inandırıram sizi ki, indiyə qədər, Rəsul Rza qədər anlanmamış şair hələ yoxdur. Və bunu mənə irad tuta bilərlər ki, necə yəni anlanmamış şair, Azərbaycanın xalq şairidir, dövlət mükafatı laureatıdır, Lenin ordenləri var, sosialist əmək qəhrəmanıdır, ensiklopediyanın baş redaktoru olub, Yazıçılar Birliyinin rəhbəri olub. Yəni, bütün o atributlar ki, gözdə olan atribut, xeyr, bunlar mənim üçün hamısı boş şeydir. Rəsul Rza sona qədər hələ anlanmamış şairdir. Bu da həm bizim faciəmizdir, həm də Rəsul Rzanın şəxsi faciəsidir. Rəsul Rza olmasaydı, bu saat, o 60-cı il Azərbaycan poeziyası deyir ya, o yəqin ki, mən buna tamamilə əminəm, yəqin ki, tamam başqa istiqamətdə inkişaf edəcəkdir. Yenə deyirəm, bu bayram çıxışı deyil. Bu, mənim Rəsul Rza haqqında qısa vaxt çərçivəsində düşüncələrimdir. Və bayaq mən Rəsul Rza faciəsi işlətdim. Yenə də mən Rəsul Rza bizə arxa dura-dura, bax, niyə mən bu faciə sözünü işlətdim? Bəzən öz istedadının, öz şair nəfəsinin boğazına ayağını basırdı. 69-cu il olardı, ya 70-ci il, mən hələ ensiklopediyada işləyirdim. Bir dəfə məni kabinetinə çağırdırdı. Gəldim, elə bildim ki, ensiklopediya məsələsi ilə bağlı çağırır. İçəri girən kimi dedi, Vaqif bala otur. Hətta mən buna müəllim, Rəsul müəllim deyə müraciət edirdi. Dedi ki, burada heç kim yoxdur, ikimizi əmidir. Mən dedim, Rəsul əmi nə var? Dedi, Vaqif bala, əruz yazırsan sən heç? Əruzda bir şey. Mən də o zaman əruzda ancaq bir neçə filmə nəsə yazmışdım, Meyxanavari və teatr tamaşasına yanılmıramsa qəzəlvari bir şey. Dedim, bax, belə Rəsul əmi, ancaq teatra və yaxud filmə. Dedi, Vaqif bala, əruzdan ötüb burnumun ucu göynüyür. İstəyirəm bir qəzəllər yazın, 20, 30.
Mən də buna dedim ki, Rəsul abi, nə oturmuşsunuz burada? Maşına binin, gedin buzovluya. Oturun o qəzəlləri yazın. Birdən qayıdıb mənə dedi ki, nə danışırsan sən? Mən qəzəlləri yazım, çap eləyim. Sonra deyəcəklər ki, sizin arxalandığınız Rəsul Rıza özü əruz yazır, sizə sərbəst şeir yazdırır. Başa düşürsən? 20-30 qəzəl Rəsul Rıza qələmindən çıxmış qəzəli biz itirdik. Bax, yenə də mən o fikirdəyəm ki, Rəsul Rıza ideya uğrunda, prinsip uğrunda bəzən öz şairlik istedadını boğurdu. Bax, bu son hadisələrdə, Azərbaycanın başına gələn şerbətlərdə bilirsiniz, Rəsul Rıza'nın necə yeri görünürdü mənim üçün. Onun zəhminin, onun sərtliyinin, konkretliyinin, mərdliyinin çox bir yeri görünürdü və hətta poeziyasının. Axı, 50-ci illərdə yadınıza salın. Rəsul Rıza nələr deyirdi poeziyasında. 89-da, 90-da biz meydanda dediklərimizi o 50-ci illərin ortasında şeirlərində deyirdi. O rənglərdən bayaq söhbət elədi, yetirdən qabaq. İnandırıram sizi, mənim sözümü yadınızda saxlayın. Mən məsələn bunu şəxsən yazacağım. Mən də rənglər silsiləsi yazacağım. Nə gözəl. Və inandırıram sizi, 21-ci əsrdə də, yəni Rəsul Rıza onu başladı. Yəni rənglər silsiləsi Leyli Məcnun mövzusu kimi böyük tapıntıdır. Mən Ruhazada inanıram. O da onun özünə müraciət eləmək istəyirəm. Rəsul əmi, Allah sənə rəhmət eləsin. Məzarın nurla dolsun. Sən həmişə bizimləsən. Həmişə yaddaşımızda, ürəyimizdəsən. Sağ ol, Rəsul əmi. Rəsul Rıza'nın rənglər dünyası gələcək kimidir. Biz getdikcə gələcək də gedir. Nə qədər gedirsən get, çatmamısan. Gələcək hələ gələcəkdədir. Gələcək hələ gələcək. Biz hələ Rəsul Rıza'nın rənglər dünyasına çatmamışıq. Biz hələ rənglər dünyasına yol gedirik. Çox gedəcəyik. Gəldiyimizdən də çox gedəcəyik. Gördüyümüzdən artıq görmək üçün. Dünya bir pəncərədir. Rəsul Rıza'nın sabaha açdığı rənglər dünyası da bu dünya bir pəncərə. Pəncərəmi açım sabaha, gördüm insanlar keçib gedir, illər üstündən, aylar üstündən. Sərhəd dirəklərindən körpülər salınıb, dənizlər üstündən, çaylar üstündən. Bu yollardan keçib gedir insanlar, ağı da, qarası da, sarısı da. Mən də onların içindəydim, siz də. Bugün inamlı, sabah ümidli qəlbimizdə. Çağırdım, ey qardaşlar, qardaş deyə səs verdi mənə min bir ağız. Danışdıq, 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 tərcüməsiz, tərcümansız. İnan buna, oğlum, qızım, inan buna, atam, anam, insan. Yaşamaq olarmı? Belə bir gələcəyə inanmasan. Hörmətli dinləyicilər, unudulmaz xalq şairi Rəsul Rıza'nın xatirəsinə həsr olunmuş Rənglər Dünyası verilişinə qulaq astınız. Verilişin rejissoru Mehriban Bəşirzadə, aparıcısı və müəllifi Rəhman Babaxanlı idi. Şeirləri Əminə Yusuf qızı oxudu.